Küçələrdə, evlərin həyətlərində qarşılarına çıxan toyuq cücəni tutub aparırlar. Bir sözlə, ev quşlarının qəniminə çevriliblər. Tovuzun Avaztepe yaşayış masivində yaşayanlar əziyyətlə ərsəyə gətirdikləri ev quşlarına vəhşi heyvanların da şərik olmasından narahatdırlar. Sakinlər deyir ki, sahibsiz itlər uzun müddətdir ki, ərazinin başını alıb. Heyvanlar yaşayış yerinə yaxınlıqdakı əkin sahələrindən basqın edirlər. İnanın, bu son zamanlara əvvəllər yox idi. Bütün bu şüşəni demək it başına götürür. Hətta nəinki toyuğa cücəyə cumur. Adamlar demək evdən çıxmağa imkan yoxdur. Tembol axşam üstü heç çıxmaq mümkün deyil. Özə günü-gündən də artır. İndi bilmirəm, vaxtı ilə bu sahibsiz itlərə qarşı idarədə var idi. Kommunal təsərrüfat şöbəsində adamlar var idi, onu ovlayırdılar, vururdular, aparırdılar, tulluyurdular. Amma indi son zamanlar bu işə qarşı mübarizə aparanlar yoxdur. Iraz'dan eşek boyda 10-15 dənə itlərdi. Daha bizi taxta qapı eləyir. 30 toyuqdan 10 dənə toyuq verib biz o itlər var. Qaz nədir, hündüşkan nədir, darvazanın ağzına çıxdığında da yoxa çıxır. Bilmirik kimə deyək. Deyirlər ki, vurmaq nə tərdiyim, cinayətdir, eləyirdir. Qorxumuzdan da heç sad eləyə bilmirik. Vəhşi heyvanlar hətta insanlara da hücum edir. Ən təhlükəli məqam isə az yaşları məktəbə getmələrindədir. Sakinlər deyir ki, itlər yaşayış masivinə əsasən səhər və axşam saatlarına hücum çəkirlər ki, həmin vaxtlarda da uşaqları çölə tək buraxa bilmirlər. Elə məktəblər özləri də sahibsiz itlərdən qorxduqlarını deyirlər. Çox da gecələr çölə çıxmaq olmur, ondan gün üzü. Baxırsan ki, heç yanlarına keçmək olmur, uzaqdan elə başlayırlar hürməyə. Qorxuludur, təhlükəlidir yolla getmək. Şəhərin arasına düşmək istəyən piyada gedə bilmirsən, gərək maşın ola, maşınla çıxasınız. Çoxdur, özdə birdən gizlindən gəlirlər, bilmirsən. Gəldiklərini hiss eləmirsən. Təhlükəlidir, qorxuludur. Toyuğa cücəyə nəsə tələfat verir? Olur, yan qonşularda, məhəllələrdə olub. Eşitmişik. Uşaqlar üçün də çox təhlükə. Məktəbə uşaqlar gedir, qorxusundan gedə bilmirlər. Ağlaşırlar evdə ki, biz getmirik məktəbə. Müraciət eləyirik, yəni. Bəli, müəyyən yerlər eləyirik, yəni baxan yoxdur hələ ki. Hələ ki, yəni tədbir görən yoxdur, xahiş eləyib tədbir görsünlər. Səhər saatlarında uşaqlar məktəbə gedəndə nəsə? Səhər saatlarında təhlükəli olur, narahatçılıq olur. Yəni tək gedə bilmirlər məktəbə. Məktəbə, bağçaya aparırlar, tək gedə bilmirlər. Axşamlar daha çox təhlükə olur. Çölə çıxa bilmir. Elə böyük biz özümüz də çölə çıxa bilmirik. Tək uşaqlar üçün deyil, bizim üçün də yəni təhlükədir. Hər gün çıxır yollarda, çox olurlar özdə. Talpa yatırlar hər yerdə. Ona görə də çox problemdir. Neçənci sinifdə oxuyursan? 1-ci. Məktəbə gedəndə itlər heç sənə hücum eləyibmi? Bəli. Qorxursan itlərdən? Bəli. Tez-tez mi hücum eləyir itlər sənə? Bəli. Həmişə çoxdur, oynayamırıq. Orada futbol oynayanda həmişə üstümüzə cumur, yıxılırıq. Bundan əlavə, sahibsiz itlər xəstəlik mənbəyi kimi təhlükəlidir. Sakinlər bildirir ki, itlərin arasında xəstə olanları da var. Vəhşi heyvanların getdikcə artması sakinlərin narahatlığını bir qədər də artırır. Cabir Məmmədov, Kamran Əskibaralı, Səs TV, Tovuz.